Mərkəz Seçki Komissiyası noyabrın 1-də keçirilmiş parlament seçkilərlə əlaqədar daxil olmuş şikayətləri araşdırır. Qurumun bugünkü iclasında Müsavat Partiyasının namizədləri Ümid Partiyasının sədri İqbal Ağazadə, eləcə də müğənni Elza Seyidcahanın şikayətlərinə baxılıb. MSK 35 sayılı Xətai 3-cü seçki dairəsinin deputatlığa namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətini araşdırdı. İqbal Ağazadə ərizəsində namizəd olduğu dairənin 17, 18 və 26 sayılı məntəqələrində səs vermənin nəticələrinin ləğvini istəyib. Komissiya üzvü Akif Qurbanov söylədi ki, 3 məntəqədə nəticələr saxtalaşdırılıb, məntəqələr protokol tərtib etməyib. Protokolların tərtibi prosesi dairə seçki komissiyasında baş verib. MSK müraciətə baxılması üçün ərizəni dairə seçki komissiyasına göndərdi. Komissiya Müsavat Partiyasının deputatlığa namizədliyi qeydə alınan 18 nəfərin də şikayətinə baxdı. Onlar ərizələrində oktyabrın 29-dan deputatlığa namizədliklərinin geri götürülməsi ilə bağlı şikayətlərinə baxılmaqdan imtina edilməsini etiraz ediblər. Həmçinin adlarının seçki bülletenlərindən çıxarılmamasını, seçicilərin iradəsini təzyiq kimi qiymətləndiriblər. Müsavatçılar hesab edir ki, onların istəməyərəkdən seçkidə iştirakı təmin edilib və onlara yazılan səslər liderdən sonraki namizədə hesablana bilərdi. Partiya sədrinin müavini Qılağa Aslanlı vurğuladı ki, konstitusiyaya görə onun seçkidən imtina etməsi məhdudlaşdırıla bilməz. MSK şikayəti əsassız saydı. Bildirildi ki, Müsavat Partiyasının namizədləri noyabrın 1-də keçirilən parlament seçkilərində ilkin nəticələrə görə hazırda lider olan namizədlərdən az səs toplayıblar. Ona görə də Müsavatın deputatlığa namizədlərinin adlarının seçki bülletenində qalmasını seçicilərin iradəsini təzyiq kimi qiymətləndirmək əsassız iddiadır. Partiya siyasətində irəli sürülən namizədlərin geri götürülməsinin seçki məcəlləsinin tələbinə görə yeganə yolu səs verməyə 10 gün qalmış, ən az 10 gün qalmış, onu irəli sürən siyasi partiya müraciət etməlidir. Şikayət təmin edilmədi. 89 sayılı Göyçay Ağdaş seçki dairəsinin namizədliyini irəli sürən Vidadi İskəndərli də seçki dairəsində səs vermənin nəticələrinin ləğvini xahiş etmişdi. MSK bu şikayəti də rədd etdi. Hüquqşünas ailəsi ilə birgə vətəndaşlıqdan imtina edəcəyi ilə bağlı bəyanat səsləndirərək zalı tərk etdi. Allah qoysa görüşərik. Bugünkü iclasda həmçinin 54 sayılı Şabran Siyəzən seçki dairəsindən deputatlığa namizəd olan əməkdar artist Elza Seyidcahanın namizədliyini müdafiə edən 2 seçicinin şikayətinə baxıldı. Ərizədə seçki dairəsinin nəticəsinin ləğvi istənilirdi. MSK sədrinin müavini Natiq Məmmədov dedi ki, Elza Seyidcahan şikayəti öz adından deyil, ona səs verən seçicilərin adından MSK-ya ünvanlayıb. Ekspert qrupunun araşdırması nəticəsində isə məlum olub ki, müraciətdə seçki dairəsinin nəticəsinin ləğv olunmasına dair konkret faktlar mövcud deyil. MSK Elza Seyidcahanın şikayətini təmin etmədi. Xatırladaq ki, Yeni Azərbaycan Partiyası üzvü olan xanım müğənni partiyanın siyasından kənar namizədliyini vermişdi. Buna görə də Seyidcahanın partiya tərəfindən cəzalandırılacağı gözlənilir.